Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi Balaca Detektiv. Bir gün usta Əjdər istirahət vaxtı emalatxanada öz taxta kreslosunda oturub qəzet oxuyurdu. O hər şeyi ucadan oxumağa adət etmişdi. Qəzetdə yazılmışdı ki, bir nəfər özünü qaz idarəsinin işçisi kimi təqdim edərək bir qocanın evinə girib və onun bütün pullarını oğurlayıb. Əjdər usta narazı halda deyindi. Bu günlərdə necə pis insanlar peyda olub. Heç əvvəllər belə şeylər eşitməzdik. Sən demə, ustanın 6 yaşlı oğlu Musa içəri otaqdan atasını böyük həyəcanla dinləyirmiş. O istirahət günləri emalatxanaya gəlib, həm atasına kömək edir, həm də ustalıq öyrənirdi. Musa atasının dediklərini eşidəndə gözləri təəccübdən böyüdü və öz-özünə düşündü. Qapını açmaq necə də təhlükəlidir. Elə bu zaman emalatxananın qapısı döyüldü. Gələn poçtalyon idi. Musa həyəcan içində qapıya tərəf yüyürdü. Kürəyini qapıya söykəyib, 2 əllərini yana açdı. Ata, açma, yəqin gələn oğrudur. Usta Əjdər çox çalışdı Musaya başa salsın ki, hər qapını döyən oğru deyil. Amma Musa onu dinləmirdi. Onun ağlı yalnız hiyləgər oğrunun fikri ilə dolu idi. Atası onu mehribanlıqla qucağına alıb qapını açdı. Poçtalyon ustaya bir qəzet və bir jurnal verib getdi. Elə həmin gün qaz idarəsinin işçisi də sayğacın göstəricisini yoxlamaq üçün gəldi. Qapını döyüb dedi. Cənab Əjdər, qapını açın. Mən qaz idarəsinin işçisiyəm. Musa yavaşca pəncərədən çölə baxdı. O mavi geyimli adamı görəndə qorxudan kreslonun arxasında gizləndi və pıçıltı ilə dedi. Ata, oğru gəlib. Usta Əjdər qapını açdı. Çünki o həmin adamı tanıyırdı. Salam vermək əvəzinə soruşdu. Bilirsinizmi, bugün qəzetdə yazmışdılar ki, qaz idarəsinin işçisi onun sözünü kəsib gülərək dedi. Bugün siz 8-ci adamsınız ki, mənə bu xəbəri deyirsiniz. Yaxşı ki, sizin kimi köhnə müştərilər var. Məni tanıyıb qapını açırsınız, yoxsa işimdən olacaqdım. Qaz idarəsinin işçisi gedəndən sonra usta böyük səbir və təmkinliklə oğluna kimin içəri buraxılacağını və kimin buraxılmayacağını izah etməyə çalışdı. Amma bu elə də asan deyildi. Çünki insanların xarici görünüşünə və geyimlərinə baxaraq onların oğru olub-olmadığını müəyyən etmək mümkün deyildi. Buna görə də Musa qərara aldı ki, heç kimə etibar etməsin və heç kimin üzünə qapını açmasın. Usta Əjdər nahara getməzdən əvvəl qapı bir daha döyüldü. Qapının arxasında bir kişi dayanmışdı. Musa onu tanımırdı. Kişi ustaya dedi. Mən dostunuzun göndərdiyi adamam. Musa bacarıqlı detektivlər kimi onun ətrafında gəzməyə başladı. Kişinin nə çantası vardı, nə də papağı. Bu Musaya çox qəribə gəldi. Birdən yadına düşdü ki, atasının bütün pulları şkafın içindədir. Birdən o cəld bir sıçrayışla şkafın yanına atıldı və barmaqlarını bərk sıxaraq hazır vəziyyətdə dayandı. Əgər kişi şkafa yaxınlaşsaydı, Musa onun barmaqlarını dişləməyə hazır idi. Lakin bu dəfə onun narahatçılığı əsassız idi. Çünki kişi sadəcə bir sifariş gətirmişdi və işini bitirən kimi sağollaşıb getdi. Nahara qədər başqa heç kim gəlmədi və usta Əjdər rahat şəkildə işinə davam etdi. Sonra o 2-ci mərtəbəyə qalxıb yemək hazırladı.
Amma Musa hələ də saxta qaz işçisini düşünürdü. O çox narahat idi, çünki atası yad adamlara da qapını açırdı. Buna görə də narahat halda dedi. Ata, niyə sən hər kəsin emalatxanaya daxil olmasına icazə verirsən? Şansın gətirdi ki, mən buradaydım və şkafı qorudum. Yoxsa o sənin pullarını aparardı. Usta Əjdər gülərək dedi. Oğlum, sən bu hərəkətlərinlə bütün müştərilərimi qaçırdacaqsan. Amma yaxşı ki, diqqətlisən, çünki bu günlərdə hər şey baş verə bilər. Usta qabları yuduqdan sonra otağına gedib biraz yatmaq qərarına gəldi. Musa isə emalatxanaya qayıtdı, ətrafı süpürüb təmizlədi. Musa macəraları çox sevirdi və bu gün onun üçün ən həyəcanlı günlərdən biri olmuşdu. Birdən bir səs eşidildi. Musa qorxdu. Yadına yenə saxta qaz işçisi düşdü və asta-asta qapıya yaxınlaşıb dinlədi. Qapının arxasında biri dayanmışdı. Lakin Musa onu yaxşı görə bilmirdi. Birdən bir səs eşidildi. Burada kimsə var? Bu bir qadının səsi idi. Musa bir qədər sakitləşdi. Çünki bilirdi ki, qadınlar qaz idarəsinin işçisi olmurlar. Qadın qapının dəstəyini tərpədərək dedi. Mən böyük bir şirkətdən gəlmişəm və sizin üçün yaxşı bir sifarişim var. Musa bu sözləri eşidən kimi sevinclə qapıya tərəf getdi. Əziz balalar, nağılın davamını növbəti gün dinləyə bilərsiniz. Görək Musa qapını açacaq, görəsən gələn həqiqətən müştəridir. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.